Ümumiyyətlə olar, yəni problem yoxdur. Xüsusən belə şeylər nə vaxt eləyirlər? Əgər şübhə varsa ki, bu insan başqa şeylərə pul xərcləyəcək, məsələn, siqaret alıb bilər və s. Ona görə belə o vaxt eləmək olar belə şey. Yəni alıb ona yemək vermək, bilirsən ki, acdır. Lakin burada bir şey qeyd etmək lazımdır ki, o küçədə dilənən adamlarla ehtiyatlı olmaq lazımdır. Çünki onlar çoxsu bunu sənəd seçiblər özlərinə. Yəni necə cəmaət işə gedir, məsələn, saat 8-dən 6-yacan. Onlar da gedilər saat 8-dən məsələn 6-yacan dayanıb orada pul qazanırlar belə. Bu artıq sənəddir. Ona görə o küçədə tanınmayan adamlara verməyə ehtiyatlı olmaq lazımdır. Yəni əslində o qədər məsləhətli deyil. Ümumiyyətlə Peyğəmbər sallallahu əleyhi və səlləm diyəlməyə qadağan eləyib. Ancaq belə dar, acı hallarda artıq heç bir çıxış yolu yoxdur. O vaxt eləmək olar. Yox belə sənəd seçmək, hər maşına yaxınlaşmaq, pul istəmək, hər keçəndən istəmək bu düzgün deyil. Əslində düzgün deyil. Bu şəriətə müxalifdir. Ona görə məsələn görürsən belə adamı görürsən sədəqə vermək istəyirsən, sonra tutaq ki, başa düşürsən ki, bu sənəddir də, onda verməsən daha yaxşıdır. Sadəcə o sədəqə səndən çıxsın deyənə niyyət elə, tanıdığın bir dənə ehtiyaclı adama həmin o məsələn pulu ya nəsə ver. Məlumdur ki, onların çoxsu mafiya kimidir. Başçıları var, maaş verirlər və s.